Yaxşı sualdır, yaxşı sual. Ümumiyyətlə, mən sizin sualları çox bəyənirəm. Bunu verilişdə olduğum üçün demirəm, ümumiyyətlə bunu bütün olduğum sferalarda bildirmişəm ki, suallar çox məntiqlidir, çox hazırlanmış bir verilişin ortaya ərsəyə gəlməsini şahidlik edirik. Azərbaycan Kubokunun finalı bizim üçün həmişə, belə deyək də, nə qədər desək ki, biz bütün oyunlara eyni yanaşırıq, Azərbaycan Kubokunun final oyununa bir başqa cür yanaşırıq. Çünki bu bizim üçün mövsümün bir növ hesabatıdır, mövsümün bir növ nöqtəsidir. Bu təkcə bu il belə olmayıb, eyni zamanda 2008-ci ildən bu günə qədər belə olub. Yəni, mən deyərdim ki, Peşkar Futbol Liqası, Peşkar Futbol Liqasının rəhbərliyi həm Ramin Musayev dönəmində, həm Elxan Səmmədov dönəmində biz Azərbaycan Kubokunun finalını azərkeşlər üçün xüsusi etməyi bacarmışıq. Mən özüm şəxsən 11 final mərasimində olmuşam, sırf təşkilati məsələlərlə bağlı və digər məsələlərlə bağlı. Biz Kubokun hər bir detalına çox xüsusi yanaşmışıq. Kubokun final oyununun hər bir detalına xüsusi yanaşmışıq. Oyunu həm komandalar üçün, həm azərkeşlər üçün, həm media üçün, həm hakimlər üçün bir bayram havasında keçirməyə çalışmışıq. Təbii ki, buna nə qədər nail olmuşuq, bunu artıq siz ictimaiyyət dəyərləndirə bilərsiniz. PFL-in çalışdığı odur ki, Kubokun finalını Azərbaycanın müxtəlif bölgələrində, haradakı infrastruktur şəraiti imkan verir, orada hiss elətdirməyə çalışaq. Buna misal olaraq Qəbələ şəhər stadionunu misal göstərə bilərik, Naxçıvan Muxtar Respublika stadionunu misal göstərə bilərik. Əlbəttə, yəni say məsələsindən yanaşsa, Tofiq Bəhramoğlu Respublika stadionunda daha çox final oynanılıb, amma artıq bir müddətdir ki, biz digər stadionlara da bu, belə deyək də, vacib oyunu daşıyırıq ki, orada da bu final həyəcanı hiss olunsun. Son seçimimiz Sumqayıt idi. Bu təsadüfi deyil, bilirsiniz ki, Sumqayıtda müasir standartlara cavab verən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yenidən istifadəyə verilib və Sumqayıt ümumiyyətlə bizim üçün böyük əhəmiyyətə malik idman şəhəridir. Burada bizim olimpiya mükafatçılarımız var, böyük futbolçularımız yetişiblər. Və biz final mərasimini məhz bu şəhərlə assosiasiya eləməyə çalışdıq. Eyni zamanda Kubok iştirakçıları ilə assosiasiya eləməyə çalışdıq. Təsadüf deyək ki, açılış mərasimində o göstərdiyimiz səhnələr deyək, səhnəciklər deyək, adını necə qoyuruqsa, orada məhz sırf iştirakçı klublara xitablar olunmuşdu. Onların deməli, atributlarının nümayişinə üstünlük verdik. Həm müasir belə deyək də, kompozisiyalar, həm tariximizdən güc alan kompozisiyaları biz nümayiş elətdirməyə çalışdıq. Eyni zamanda Sumqayıtların sevimli mahnısını canlanır hər qarış. Sumqayıtda mahnısını biz yeni aranjmanda təqdim etdik və bunu düşünürəm ki, belə deyək də, azərkeşlər tərəfindən rəğbətlə qarşılandı. Hal-hazırda onun üzərində Sənan Abdullayevin rəhbərliyi klibin hazırlığı gedir. Bu da bizim Sumqayıt azərkeşlərinə bir hədiyyəmiz olacaq, töhfəmiz olacaq. Eyni zamanda Nazim Süleymanovun, bəlkə də futbolda ilk addımlarını elə həmin stadionda atmış Nazim Süleymanovun topa ilk toxunuşu simvolik bir məna daşıyırdı. Eyni zamanda Azərbaycan idmanının fəxri İlham Zəkiyevi biz dəvət elədik və bir növ Kubokla şəhəri iç-içə biz assosiasiya etməyə çalışdıq. Şəhərin Kuboku, Kubokun şəhəri hiss etməsini təmin etməyə çalışdıq və bundan əlavə klublar bu yolda bizə çox dəstək oldular. Həm Sabah klubuna, həm Qarabağ klubuna təşəkkür etmək istəyirəm ki, həm təşkilati məsələlərdə, həm onların qarşısında olan öhdəliklərdə çox operativ yanaşdılar məsələlərə və bizə öz lazımi dəstəklərini həqiqətən də göstərdilər. O ki, qaldı hər oyunun bu qaydada keçirilməsi böyük bir əziyyətin, zəhmətin nəticəsidir. Mən deyim, yəni, Kubok hazırlığı sadəcə 5 günün, 10 günün bir həftənin işi deyil. Biz artıq, belə deyək də, Kubokun stadionuna bağlı qərar verildikdən dərhal sonra komandaların kimliyinə asılı olmayaraq biz o hazırlıqlara start veririk və belə deyək də, artıq finalçılar bəlli olduqdan sonra artıq yekunlaşma işlərinə doğru gedirik. Mən deyərdim ki, bunun üçün böyük zəhmət lazımdır, böyük əziyyət lazımdır, böyük səbir lazımdır, böyük işə sevgilə yanaşma lazımdır. Düşünürəm ki, hər oyunun bu səviyyədə keçirilməsi çətindir. Həm bizim üçün çətindir, həm azərkeşlər üçün çətindir. Amma xüsusi oyunlarda bu cür ab-havanın, əhval-ruhiyyənin olmasını təmin edə bilərik.